Əziz izləyicilərimiz, əziz bizim insanlarımız, əziz vətəndaşlarımız, biz jurnalistlərin işi oldu ki, kimlərinsə sözünü aidiyyəti olan orqanlara çatdırmaq. Mən Vüsal Kəlbəcərdə hər zaman təkcə Kəlbəcərlilərin deyil, bütün Azərbaycanda hansısa bir işlər, nöqsanlar, aidiyyəti olan orqanlara sözünü çatdıra bilməyən insanlara sözlərini çatdırır və başda bizim cənab prezidentimizə eşq olsun. O cümlədən də Rövşən Rızayeva təşəkkürümü bildirəm. Bir neçə dənə müraciətimiz olubdur. Allah canını sağ eləsin. O müraciətləri vaxtında tez yerinə yetirmək o deməkdir ki, cənab prezidentimizin siyasətinə qiymət vermək deməkdir, dəstək olmaq deməkdir. Və inşallah bu xanımın da biz müraciətini işıqlandırırıq. Demək, Salahova Göyçək xanım. Adın soyadın nədir? Salahova Göyçək Ordu xanım. Çox gözəl. Bax, gördüyünüz kimi bu ərizə ilə müraciət edibdir. Ərizə ilə müraciət edibdir. Bu da şəxsiyyət vəsiqəsidir. Və bu da qaçqınlıq vəsiqəsidir. Düzdürmü? Qaçqınlıq vəsiqəsidir. Yaxından çəkin zəhmət olmasa. Hara sakinisiniz siz xanım? Biz Qamışlı Sovetliyimiz gedir. Bəli. Kəndimiz Bağırsaq. Bağırsaq, Qamışlı Sovetliyi, Kəlbəcər rayon Qamışlı Sovetliyi, Bağırsaq kəndi. Qamışlı. Qamışlı, hə. Nə arzuluyorsunuz? Bax, nə deyirsiniz? İstəyiniz nədir? Tələbiniz nədir? Xahişiniz nədir? İndi hal-hazırda burada yaşadığı Gəncə şəhərində kirada qalsınız, eləmi? Bəli, kirədəyik. Elə 25 ildir kirədəyəm. Kirada. Uşaqlarım işləmir, özüm işləmirəm. Yəni, biraz sığınacaqlı bizim də həyatımız var. Kirəni verə bilmirəm, ev yəstəyir ki, məsələ evdən çıx. Kirəni verə bilmirəm deyin o yüzdən. Sizin kəndiniz tikilənə qədər, məsələn, kəndiniz ola bilər 3 ilə, 5 ilə tikilər, inşallah cənab prezidentin siyasəti nəticəsində o vaxta qədər sizin xahişiniz nədir? Hansısa yerdə ev olsa təmin olunmasıdır, yoxsa nədir? Allah prezidentimizi qorusun. Bəli. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Qazilərimizə can sağlığı versin. Amin, amin. Allah sənə da dəyməsin. Rövşən Rızayevə də buradan salamını çatdırıram. Allah ona da dəyməsin. Bəli. Allah qorusun. Amin. Yəni bizim də sığınacaqlı, biraz nacaqlı bir həyatımız budur. Biz də istəyirik ki, bizə də o Qarabağdan alınmış torpaqlardan bizə də bir sığınacaq alınmış torpaqlardanmı, Gəncədə olan evlərdənmi, hansı nasıl olsa problem deyil də yəqin ki, inşallah. İstəyirəm ki, təsərrüfatla məşğul olam. Bəli. Əslində Ağdərənin Həsənzindən istəyirəm. Təhsil Həsənrız deyil, bizim başqa rayonlarımızda, kəndlərimizdə erməni işğalatdan azad olunubdur. Onların hansındasa inşallah Rövşən müəllim sizdən xahiş edirik və adiyyəti olan orqanlar xahiş edirik. Orada Tural müəllimdir, Səbuhi müəllimdir, Sənan müəllim sizə də sağ ol deyirik ki, vətəndaşlar gələndə mənim gözüm qabağında sadəcə durmuşam kənarda. Gözəl qarşıladığınız şahidi oldum. Zeynəb xanım sizə də təşəkkür bildirirəm və inşallah inanırıq ki, sizə də dəstək olacaqlar və siz ora birinci dəfə bir dəfə müraciət eləmisiniz, eləmi? Yoxsa dəfələrlə müraciət eləmisiniz? Dəfələrlə bura icraya getmişəm, Daşqınqomlarda olmuşam, bunu da Bakıya vurmuşuq ya. İnşallah. Təşəkkürlər, biz də inanırıq ki, tezliklə köməkli olacaq. Sağ olun. İnşallah. Sağ olun.